Ürək əməliyyatları açıq olanda, bax, düz buradan bura qədər yarırlar. İndi siz deyin ki, bu yarma ilə sizin qapalı bypassın fərqi və əsas üstünlükləri nədən ibarətdir? Çünki əksər insanlar o yarıqdan qorxurlar. Qınamıram, mən də olsam qorxaram. Çünki o sümüyün bitişməsi var, sonra orada tapşırıqlar verirsiniz, ciyərin açılması üçün, sonra hərəkətlər və s. Biz həyata adaptasiyamız. Qapalı bypassla elə hər şeyi qapayırsınız, çıxır gedir. Hər şey asan olur. Buyurun. Belə deyim, ümumiyyətlə başlayaq bu qapalı əməliyyatlar, qapalı ürək əməliyyatları nədir? Bir qısaca deyim, ondan sonra manken üzərində də göstərəcəm. Bu qapalı bypass dediyimiz, ümumiyyətlə qapalı ürək əməliyyatları dediyimiz əməliyyatlar tibbi adı minimal invaziv ürək cərrahiyyəsidir. Bu əslində tətbiq etdiyimiz açıq ürək cərrahiyyəsi ilə sternotomiya dediyimiz sinə sümüyünü kəsmə ilə icra etdiyimiz əməliyyatları sinə sümüyü kəsmədən müasir texnologiyanı tətbiq etməklə icra olunan əməliyyatlardır. Yəni, biz artıq bundan öncəki əməliyyatlara klassik və yaxud da ənənəvi ürək cərrahiyyəsi deyirik. Nə edirdik? Standart olaraq bu əməliyyatlarda, klassik ürək cərrahiyyəsində döş sümüyünü, burada bir vidadi çuxur deyirik. Bir dənə döş sümüyünün çuxuru var. Aşağıda da xəncər-bənzər çıxıntı dediyimiz bir nahiyyə var. Tamam, belə mi yaxşı olar? Mən çox xahiş edəcəm, belə izah edək. Çünki deyirlər ki, belə daha yaxşı tamaşaçı görür. Bəli, bax buradan bu hissədən başlayacağıq. Burada da döş sümüyümüz bitir. Ta ora qədər yaracağıq. Bəli, oradan bu şəkildə sinə yarılır. Bəli, bütünlüklə aşağıya doğru böyük bir kəsik eləyirdik. Döş sümüyünü tam ortadan bölürdük. Ondan sonra əməliyyatlarımızı icra edirdik. Minimal invaziv ürək cərrahiyyəsi bizə nə imkanlar tanıdı? Ümumiyyətlə sümük kəsmədən, qabırğa arasından girərək, məsələn, bypass əməliyyatlarında biz bunu sol tərəfdən, məmi altından bu şəkildə. Dərhal ürək tərəfdən. Bəli, bu şəkildə 6-7 santimetrlik bir kəsik ilə qabırğa arasından girərək bu damarları dəyişə bilirik. Bu zaman nə döş sümüyünün kəsilməsinə gərək qalmır, nə də qabırğaların kəsilməsinə gərək qalmır. Sadəcə olaraq qabırğa arasından nahiyəni istifadə edirik. Eləcə də bir tək ürək damarlarını, ürəyin taz damarlarını deyil, ürək qapaqlarını da, aortal qapağı da, mitral qapağı da, yenə bu zaman amma ürək qapaqlarından müdaxilə ürəyin, biz bazal deyil, əsas nahiyəsindən girdiyimiz üçün sağ nahiyəni istifadə edərək, ya ikinci, üçüncü qabırğa arasından və yaxud da ki, dördüncü qabırğa arasından girərək, o qapaqları da yenə sinə sümüyü kəsilmədən dəyişə və yaxud təmir edə bilirik. Yəni, normal həyatda döndərə bilirik xəstələrimizi. Mən indi gözümün gördüyü bir məsələni danışım, sonra sizlə davam edək. İstanbul NS-də bir gün qonaq idim. Buradan Azər müəllimi və bütün komandasını salamlayıram. Azər müəllim israrla dedi ki, mən sizin bunu görməyinizi istəyirəm və nə yaxşı da bunu etdi. Mən bunu görəndən sonra artıq həqiqətən bütün tanıdığım insanlara, bütün yaxın bildiklərimi qapalı bypassa çağırış etdim. Niyə? Çünki bir xanım əməliyyat olunmuşdu, palatadaydı. Mən ona baş çəkməyə getdim və həqiqətən heç nə bilinmirdi. Çünki süd vəzinin altından kiçik bir yarıqla girilmişdi. Təbii ki, süd vəzi imkan verməz. Onun altı göl və ya görünsə belə o çox kiçik bir dəlik idi və doktorumuz və xanım mənə deyirdi ki, mən özümü çox yaxşı hiss edirəm. Bu çox önəmlidir. Ürək xəstəsi bununla əgər bir həftə, 10 günə artıq yavaş-yavaş özümü yaxşı hiss edirəm deyirsə, qapalı bypassdan olan əməliyyat elə həmin günü və ya sabahsı mən özümü yaxşı və rahat hiss edirəm deməkdir.